Suraxan rayon polis idarəsi 33-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Sonuncu əməliyyat nəticəsində Ruhin Mürşidov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq tiryək və marihuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələrin maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Dostum TikTok'da İranlı ilə tanış olmuşdu və danışdılar, konum atdılar. Dostumla mən də getdim konuma. Gedəndə bir neçə bağlama idi. Narkotiki götürəndə polis əməkdaşları bizi tutdu. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.